İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugün biz Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti haqqında həm danışacağıq, həm də 3-cü Məkkə Halal Forumunda bizim yerli sahibkarlar da iştirak edib bu məsələ ilə də bağlı müzakirəmiz olacaq. Həmsöhbətim isə Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Ziya Hacılı, həmçinin də Ramin Qəhrəmanov və Mədinə Heybətzadə də sahibkarlar və studiyamızdadılar. Onlarla birlikdə də o təcrübələrini bizə müzakirə edəcəyik ki, nələr yaşandı forumda. Amma istəyirəm əvvəlcə hər kəsi salamlayım. Xoş gəlmisiniz. Necəsiz? Sağ olun, təşəkkür ederim. Xoş gəldiniz. Gəlin əvvəlcə Ziya bəy sizdən başlayaq ki, ola bilər ki, kimsə məsələn Sahibkarlar Konfederasiyası haqqında ümumiyyətlə məlumatlı deyil və necə tanışlıq vermək lazımdır? Nərmin xanım, təşəkkür edirəm. Mən də kitabda sizə və izləyicilərimizi salamlayıram və verilişə dəvətinizə görə dərin təşəkkür bildirirəm. Konfederasiya barədə isə məlumat verməkdən əvvəlcə onu bildirim ki, konfederasiya ümumiyyətlə bütün dövlətlərdə, özəl sektorda, özəl sektoru birləşdirən özəl təşkilatlar olur. Azərbaycan Sahibkarlar və İşə Götürənlər Milli Təşkilatları Konfederasiyası 1999-cu ildən fəaliyyət göstərir ölkəmizdə və bizim təşkilatın digər ölkələrdəki təcrübə ilə müqayisə etsək, fərqimiz odur ki, biz həm sahibkarlar təşkilatıyıq, həm də işə götürənlər təşkilatıyıq. Bunların biraz fərqləri var. Yəni əgər bir insan tək olaraq deyək, fiziki olaraq bir sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, bu sahibkar hesab olunur və işçi götürübsə artıq, bu artıq eyni zamanda işə götürəndir. Burada artıq işçi işə götürən münasibətləri daxil olur ki, Sahibkarlar və İşə Götürənlər Konfederasiyası olaraq biz həm iki funksiyonu da həyata keçiririk. Həm işə götürənlərin lobbiçiliyi, onların dəstək, onunla bağlı qanunvericiliyin təkmilləşməsinə bağlı dövlət özəl dialoqunda iştirak edirik. Və bununla bağlı da ən vacib bir Nərmin xanım sənəd odur ki, işə götürənlər dövlət tərəfindən bizim hər iki ildən bir bağladığımız baş kollektiv saziş var. Bu işə götürənlər tərəfidir. Bununla bağlı ətraflı danışa bilərik. Bir də sahibkarlar tərəfindən. Yəni qanunvericilikdə ciddi fərqlər var sahibkar və işə götürən arasında. Ciddi fərqlər deyəndə ki, belədir də. Məsələn, sahibkarların fəaliyyəti, sahibkarlıq fəaliyyətinin lobbiçiliyi ilə məşğulluqsa, Azərbaycan Sahibkarlar Konfederasiyasının burada əsas rolu sahibkarların belə deyək də qarşılaşdığı problemlər, onların sahibkarlıq fəaliyyətinin güzəşdirilməsi üçün dəstəklərin verilməsi, dövlət özəl dialoqun təşkilində sahibkarların iştirakı, onların fikirlərinin eşidilməsi, işə götürən məsələsi daxil olduqca, burada artıq əmək məcəlləsi, burada beynəlxalq təcrübədə daha çox məsələn baxsaq, hətta minimum əmək haqqının sahələr üzrə müzakirəsindən tutmuş, bütün bu işə götürən işçi, işə götürən münasibətləri hamısı işə götürənlik fəlsəfəsinə daxil olur, deyək, bu məfhuma daxil olur. Burada artıq biraz daha fərqli bir yanaşma var. Məsələn, deyək ki, Azərbaycanda işə götürənlərlə bağlı, işçi işə götürən münasibətlərlə bağlı, deyək ki, əmək məcəlləsinin təkmilləşdirilməsi, onunla bağlı təkliflərin verilməsi. Burada təbii ki, iki tərəf var deyə, daha doğrusu üç tərəf var, dövlət, işçi və işə götürən. O işçinin hüquqlarını, onlarla bağlı məsələləri Azərbaycan Həmkarlar Konfederasiyası belə deyək, onun yaxşı mənada lobbiçiliyini edir və dəstəyini verir. Bu biri tərəfdə isə dövlət təbii ki, Sosial Müdafiə Nazirliyi və digər aidiyyatı qurumlar, özəl sektorda isə işə götürənlərin lobbiçiliyini işə götürənlər təşkilatı kimi bizim konfederasiya həyata keçirir. Yəni fərqlər deyək ki, icra mexanizmlərində sahibkarlıq fəaliyyəti ilə bağlı sahibkarların qarşılaşdığı məsələlər, məsələn, vergi məsələləri varsa, bu sahibkarlıq fəaliyyətinin birbaşa sahibkara aid olan məsələdir. Sahibkar vergi münasibətləri. Amma sırf işə götürəndən danışırıqsa, işə götürən kimisə məsələdə işçi işə götürən münasibətləri. Qısaca desək, bütün işə götürənlər sahibkardır, amma bütün sahibkarlar işə götürənlər. Bəli. Aydın. Məntiq nəzəriyyəsinə baxsaq, bəli. Aydın. Amma bugünkü qonaqlarımız işə götürən sahibkarlar da, düzdür? Bəli. Necə keçdi forum? Forum çox maraqlı keçdi. Bu artıq belə deyək də, mənim şəxsən iştirak elədiyim ilk halal forum deyil idi. Artıq ikincisi idi mənim qatıldığım və belə deyək də, hətta bunu bir xronoloji ardıcılıqda desək, bir öncəkindən nisbətən daha da keyfiyyətli, kommunikasiyaların daha da sıx, daha da keyfiyyətli şəkildə təşkil olunmuşdu bu dəfə. Həm ölkəmizə qarşı, həm ölkədə bizim yetişdirdiyimiz məhsullara qarşı ciddi bir maraq var. Təəccüblənmə var, maraq var.
bəzi ölkələrin nümayəndələri hətta gəlib biz orada bildirirlər ki, biz bilmirdik ki, Azərbaycanda bu qədər meyvə tərəvəz var, bizim niyə məlumatımız yox idi. Bəli, belə bir ciddi bir maraqla da qarşılaşdıq orada. Siz hansı, yəni məhsulların hansı istehsalat sahəsi ilə məşğulsunuz? Biz Amo Corporate Group olaraq meyvə və tərəvəz sektorunda, əsasən meyvə tərəfindəyik. Bunun bizim ölkəmizdə bir sıra regionlarda meyvə bağlarımız var. Orada meyvələr yetişdirilir. Bəli, bunların həm ölkə daxili tələbatını ödənməsi üçün, həm də ixracla məşğuluq. Aha, yəni bu işin, bütün təşkilin ən çətin tərəfi nədən ibarətdir sizcə? Hal-hazırda bunu istehsal yetişdirmək üçün lazım kadr tapmaq, yoxsa ən çətin elə ixracdır? Mən sizə səmimi deyəcəm, bu aqrar sektorun öz-özlüyündə hər işi çətindir. Çünki biri var, siz belə deyək, hər hansısa bir məhsulu zavodda istehsal edirsiniz, bunun bir resepturası var, laborator analizlər edirsiniz, bunu upakovka edirsiniz, hər şeyin bir sığortası var. Amma meyvə elə bir şeydir ki, bu artıq canlı bir orqanizmdir. Burada hava şəraiti, ani qar yağa bilər, dolu düşə bilər. Burada istər yetişdirilməsi olsun, əməliyyat tərəfləri olsun, bu kifayət qədər belə deyək də riskləri çox olan bir sahədir. Bir o qədər də maraqlıdır lakin. İxrac tərəfində isə mən deməzdim ki, ixrac bunun çətin tərəfidir. Təbii ki, bütün dünyada meyvə və tərəvəzə maraq var, tələbat var. Ona görə də belə deyək də düşünürəm ki, bunun yetişdirilmək tərəfi müqayisə eləsə, yetişdirilmə tərəfi daha qəliz və məsuliyyətlidir. Rami bəy, siz nə düşünürsünüz? Sərgi ilə bağlı, formla bağlı belə düşünürəm ki, Səudiyyə Ərəbistan bazarı Azərbaycan üçün kifayət qədər çox böyük fürsət. Rami bəyin hal-hazırda səsini eşitmirik. Birazdan bizə kömək edəcəklər ki, Rami bəyin də səsi gəlsin. Hələlik isə mən istəyirəm ki, Ziya bəylə müzakirəmiz davam edək. Məsələn, belə forumlar sizcə bizim sahibkarlar üçün niyə maraqlı olmalıdır? Deməli, Nərmin xanım, Sahibkarlar Konfederasiyası bu tip forumlarla bağlı ilk növbədə hansı forumlarda iştirak etməklə bağlı təhlillər aparır və Məkkə Halal Forumunda artıq 3-cü bu forumdur ki, keçirilir Məkkə şəhərində. Biz hər 3 forumda Azərbaycan sahibkarları ilə birlikdə iştirak etmişik. Maraqlıdır ondan ötürü ki, deməli Azərbaycanın məhsullarının ixrac elədiyi bir neçə bazarlar var da. Bunlar postsovet məkanında olan bazardır və Mərkəzi Asiyada bura daxildir. Eyni zamanda əsas ixrac bazarı kimi biz ixrac bazarlarının diversifikasiyası üzərində davamlı olaraq düşünürük. Həm dövlət qurumları, həm də Sahibkarlar Konfederasiyası olaraq biz davamlı olaraq bunu təhlil edirik və hesab edirik ki, İslam dünyası ölkələri, hansı ki indi bu gün bu bütün İslam ölkələrinin özündə birləşdirən İslam Ticarət və Sənaye Palatasıdır. Biznes dünyasının özündə birləşdirir. Bu 57 plus ölkəni özündə birləşdirən bir təşkilatdır. Coğrafiya olaraq kifayət qədər böyük bir arealı əhatə edir və bu bazarda Azərbaycan məhsullarını biz təhlil edərkən görürük. Bu bazarların, bunların yerləşdiyi coğrafi kontingent, xüsusən də ərəb dünyası, ərəb ölkələri olan İslam ölkələrini götürsə, görürük ki, orada kənd təsərrüfatı məhsulları, hansı ki Azərbaycanda istehsal olunan böyük şəkildə bunlara tələbat var və biz tək Səudiyyə Ərəbistanı ilə deyil, məsələn bu forumda 15 ölkədən 170-ə yaxın şirkət iştirak edirdi və minlərlə də iştirakçı var idi. Konfederasiya olaraq biz 80-a yaxın şirkətlərlə birlikdə iştirak edirdik burada. Bunların böyük əksəriyyəti izləyici kimi getmişlər. Tabii bazar araşdırmaq üçün görsünlər başqa ölkələrdə və ümumiyyətlə bu Qətər, Küveyt, Körfəz ölkələrində bu bazar məhsullarımıza tələbat nə qədərdir? Və 17 şirkət isə pavilyonla artıq yer götürmüşdü, iştirak edirdi, məhsullarımızı nümayiş etdirirdik. Və elə xanım sahibkarımıza qeyd etdiyi kimi ilkin təəssürat da artıq budur ki, bazarda doğrudan da Azərbaycan məhsullarına ehtiyac var. Ən çox müşahidə eləmisiniz, məsələn, hansı məhsula qarşı maraq var və ya nə bilim, nəyin dadı onlarda olduğundan daha fərqlidir? Belə deyək də, məsələn, biz keçən ilki prosesdə, məsələn, araşdırırdıq ki, Səudiyyə bazarına xurma əsasən Aralıq dəniz ölkələrinə və Türkiyədən ixrac olunur həmin ölkələrə. Lakin bu il orada xanım da qeyd etdiyi kimi aqrosektorun təbiətdən asılılıq məsələləri olduğuna görə, məsələn, bu il üçün bu məhsulun ixracı o ölkələrdən kifayət qədər azaldı və bizim meyvəli logistikin tərkibində olan bir xeyli şirkət ciddi şəkildə 2025-ci ilin statistikasına da baxsaq görərsiniz, həmin ölkəyə xurma ixracını həyata keçirdilər və dərhal reaksiyanı, müsbət reaksiyaları almağa başladıq biz oradan. Məsələn, digər məhsulların çoxsunun adını çəkmək olar. Məsələn, nar məhsulları əsasən Misirdən ixal olunur, amma
əgər biz dadına baxsaq, burada təbiətin, iqlim şəraiti, Azərbaycanda bilirsiniz bu iqlim tiplərinin çoxluğu baxımındansa və bu bizə bəlkə də bir təbiətin bir hədiyyəsidir ki, bizim nar məhsullarımız bol sulluğuna və nazik havalığına görə daha çox həm belə deyək, ondan çox sok almaq olur. Və bu ərəb ölkələrində ciddi şəkildə qarşılanır. Burada əsasən olan nədir? Bunlara ixracı dayanıqlı etmək lazımdır. Həmin bazara daxil oluruqsa, davamlı olaraq biz onu təmin etməliyik və müəyyən həcmdə də davamlı olaraq bazarda olmalıdır. Yəni əgər ərəb müştərilərində özünə məxsus bir psixoloji davranışları var onların. Məsələn, əgər onlar bir məhsuldan xoşları gəldisə, ondan davamlı olaraq istəyirlər. Əgər o məhsuldan bir müddət verəndən sonra o məhsul təminatını həyata keçirə bilməyəndə, artıq o məhsulun sonra yenidən bazara tanıtılması, yenidən bazarda belə deyək, otuzdurulması çox çətin olur. Unudurlar artıq. Belə deyək də, çünki seçimlər daha çoxdur. Hamı istəyir ora ixrac eləsin. Digər bütün bu ərəb arealına kənardakı bütün ölkələr demək olar ki, istehsal etdiyi məhsulları o bazarda satmaq istəyirlər. Rami bəy, siz hansı sahədə bizneslə məşğulsunuz? Ümid edirəm ki, işləyəcəksiniz bu dəfə. İnşallah. Biz Ertəqor şirkəti olaraq Azərbaycanda elə meyvə tərəvəz məhsullarının təchizatına, idxalı və ixracı ilə məşğuluq. Mən çox üzr istəyirəm, fürsətdən istifadə edib ilk öncə ümumiyyətlə Azərbaycanda sahibkarlığın inkişafına dəstək üçün Prezident cənab İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Bundan əlavə bu və bunun kimi forumlarda təşkilində sahibkarlığın Konfederasiyasının sədri Məmməd müəllimə və Meyvəli Logistika Mərkəzinin rəhbəri Vəfat müəllimə təşəkkürümü bildirirəm. Biz bu forumda biz ayın 10-dan 18-nə qədər Səudiyyə Ərəbistanında olduq. Forumdan 3 gün öncə getdik. Getməkdə məqsədimiz bazarı analiz etmək idi eyni zamanda yerində və çox yaxşı hallarla rastlaşdıq. Gördük ki, Azərbaycan məhsullarına çox yaxşı tələb var bu bazarda. Dediyiniz kimi, məsələn, bəzi məhsullar var ki, onlar heyvanı başqa cür düşünürlər. Ancaq bişirib mürəbbəsini yeyirlər sanki. Yəni, onlarda yeyilən heyva bizim heyvamız kimi ləzzətli, dadlı, qoxulu deyil. Yəni, misal deyək, bir dilim heyva verirdiksə dadmaq üçün, ilk öncə üzlərini turşudaraq ki, yəni dadmaq istəmirdilər. İnad edirik ki, bir dadın. Dadanda bütün üz mimikaları dəyişirdi. Yəni, biz orada həqiqi mənada gördük ki, çox ciddi maraq var Azərbaycan məhsullarına. Lakin burada nə gördük? Bir də təcrübə korluğu var. Yəni 2025-ci ilə qədər Azərbaycan məhsulları Səudiyyə Ərəbistan bazarına Dubay üzərindən, yəni logistika problemi olduğu üçün Dubay üzərindən gedib, əməliyyat xərci, logistika xərci çox olub, qiymət qalxıb, müddət uzun olub, keyfiyyət düşüb. Ona görə arzuluyurlar, amma əldə edə bilmirlər. Ondan sonra da heç bir o necə deyək, təcrübə korluğu yaşayırlar ki, artıq mümkün deyil. Ona görə də bir şey var, arzuyurlar, əldə edə bilmirlər. Amma biz bu bilirik ki, 2025-ci ildən Türkiyə, Suriya üzərindən 8-10 günlük bir yol xətti açıldı. 22 ton məhsulu $6.000 Ciddə bazarına çatdırmaq mümkündür. Yeri gəlmişkən Ciddə bazarı da o bölgədəki ən əsas bazarlardan biridir. Biz o bazarda fizikən iştirak elədik, baxdıq, yeni tanışlıqlar, əlaqələr qurduq. O bazarda onu deyə bilərəm sizə ki, Məkkə, Mədinə, o ərazilərdəki bütün otel, restoranların hamısının qidalandırıcı bazarı Ciddə bazardır. O da eyni zamanda port bazarı olduğu üçün. Yəni bütün məhsullar mərkəzi o bazardan tədarik olunur. O bazardan bir neçə qonaqlar dəvət elədik foruma ki, onlar da gəlsinlər, forumda bizim məhsulları datsınlar. Çox maraqlı bir forum oldu, tədbir oldu. Bunun davamlı olması önəmlidir. Onu deyə bilərəm ki, maraq var, bunu bildik. Qalır o marağı qarşılamaq indən sonra inşallah. Sizin ixrac təcrübəniz var ümumiyyətlə həmin ərazilərə, ölkələrə yoxsa? Səudiyyə Ərəbistana deyil, biz Dubaya ixrac etmişik, Küveytə ixrac etmişik, Türkiyəyə ixrac etmişik. Amma Səudiyyə Ərəbistan bazarına inşallah ki, indən sonraki, yəni burada qurulan əlaqələr üzərində ixrac edəcəyik. Aha, məsələn, bəzən elə ixrac deyəndə ağla elə daha çox qonşu ölkələr gəlir də, onların bazarı həm də ənənəvidir, artıq bilirsən nəyi bəyənirlər, nəyi qiymətdən falan hər şeydən xəbərləri var. Amma yeni belə bazar kəşf edəndə orada riskli tərəfləri nədən ibarətdir və ya müsbət tərəfləri nədir? Valla bu fürsət tərəfləri odur ki, dediyiniz kimi bu biraz uzaq bazar olsa da bizim məhsulların arzulandığı bazardır. Dadı, qoxusu, rəngi ilə məhsullarımız orada kifayət qədər çox rəqabətçildir, arzu olunandır. Yəni bilirsiniz, meyvə-tərəvəz elə bir məhsuldur ki, yəni bir məhsul, eyni məhsul, misal üçün deyək ki, bir alma 2 manata baha ola bilər, bu alma 3 manata ucuz ola bilər. Yəni dəyəri ilə qiyməti fərqlidir. O məhsulun bu bazarda belədir. Yəni dəyər qiymət fərqli anlayışlardır. Bu nöqteyi nəzərdən bizim məhsullarımız da çox dəyərli olduğu üçün orada arzu olunan qiymətə satıla bilər deməkdir. Amma təkmilləşdirməli olduğumuz tərəf nədir? Bizim qablaşdırma anlayışımız biraz zəifdir. Yəni biz məhsulları yetişdiririk,
Amma qablaşdırmağımız biraz daha Maraqlıdır. Məsələn, başqa daha çox nədə ölkələrdən zəifdir? Yəni biz müqayisə eləsək ki, bu İtaliya ilə, nə bilim, başqa Avropa ölkələri ilə onlar Səudiyyə Ərəbistanı ümumiyyətlə qablaşdırmanı daha birinci öncəliyə qoyur. Yəni birinci qablaşdırmanız mükəmməl olmalıdır. Ondan sonra məhsulunuz mükəmməl olmalıdır. Yəni bu meyvə tərəvəzdir də. Nə xüsusi qablaşdırma lazımdır ki orada? Xüsusi qablaşdırma məhsulun ömrünün uzunluğu üçün, bir-birinə toxunmaması üçün, görsəlliyi üçün, daha gözə gəlimli olması üçün Kilo ilə satılmır orada. qutu ilə satılır. Nəticədə hətta kilo ilə satmaq üçün alan, yəni misal üçün paletlə adam məhsul alır ki, apar kilo ilə satacaq. Paletlə alan adam bir kasaları, 5 kiloluq kasaların görüntüsü adamı cəzb edir. Bu məhsulu alınmı, almayım? Yəni, bu məhsula nə qədər özənlə yanaşılıb deyir əslində qablaşdırmaq. Yəni bir var ki, mən adi bir qara kasetə yığım məhsulları çıxardım vitrinə. Bir də var ki, özəl qutuya üzərində emblemi ilə, qutunun keyfiyyəti ilə, çünki uzun yol gedir onun deformasiyaya uğraması ilə, hamısı rol oynayır axı. Yəni bizim keyfiyyət bu son dövrlərdə istehsalla bağlı ciddi inkişafımız olub. Hal-hazırda düşünürəm ki, yəni qablaşdırma üzərində də bir ciddi inkişaf etməliyik. O sahədə biraz zəif tərəfimizi gördüm açıqcası o bazarda. Mən açığı tam bu məsələyə toxunmaq istərdim ki, bizdə doğrudan da hal-hazırda qablaşdırılma məsələsində çox ciddi inkişaf eləməyimizə ehtiyac yaranır artıq. Çünki ixrac bazarlarını, ixrac portfellərimizi artırdıqca, belə deyək, digər ölkələrdə qablaşdırmaya yanaşmanın tam fərqli olduğunu görürük. Dubay bazarının özü olsun belə, bəzi növ almalar var ki, hansılar ki, orada ümumiyyətlə kilo ilə satılmır. Dördlü qutu şəklində satılır ancaq. Yəni onun satış tərzi artıq odur və burada digər bir məsələyə də toxunmaq istərdim ki, biz meyvə tərəvəzi, yəni ölkəmizin, torpağımızın şəraitinin o qədər münbit olmağı, biz daima bu meyvənin içində o qədər olmuşuq, o qədər bolluq görmüşük ki, bizə meyvə tərəvəzin brendləşdirilməsi biraz belə deyək, hələ ki yad gəlir. Amma artıq bu ixrac bazarlarına çıxdıqca biz onu görürük ki, yox, bu sahədə də brendləşməyə ehtiyac var. Bu brendləşmə özü də həm artıq bunu sadəcə bir alma deyil də, filan şirkətin istehsal elədiyi almadır. Bunu artıq belə deyək, bir növ satmağa imkan verəcək. Ona görə də bu qablaşdırma məsələsində mən tam sizinlə razıyam ki, burada bir ciddi təkmilləşdirilməyə ehtiyacımız var. Bizdə kənd məhsullarının qablaşdırılmaması bir də ona görə yaxşıdır ki, o nə qədər qablaşdırılmır, məsələn kilo, əvvəl məsələn bal, süd, qatıq onlarda nə qədər belə xüsusi qablaşdırılmırdısa, biz elə bilirdik ki, o qədər daha orqanikdir, o qədər daha yaxşı keyfiyyətli məhsuldur. Yəni onları bir qədər marketdən almaq bizə qəribə gəlirdi. Amma düşünürəm bizdə də yanaşma artıq dəyişir də. Yəni ki, belə hətta göyərtiləri falan da bəzən görürük ki. İstehlakçı psixologiyası artıq dəyişir. Və belə dəyişmiş psixologiyalı müştərilərə nəsə satmağın yəni çətinlikləri daha çoxdur. Xüsusən də ərəb ölkələrində. Hə, ilk növbədə onu deyim ki, baxın, mən bayaqdan baxıram, bizim sahibkarlar çox maraqlı yeni fikirlər səsləndirirlər. Bu artıq nədir? Bu özü o deməkdir ki, biz konfederasiya olaraq bir addım uğra yaxınlaşmışıq. Niyə? Çünki artıq ənənəvi bazarlar qeyd etdiniz. Biz uzaq bazarlar dediyimiz, məsələn, çox da uzaq da deyil. Yəni aramızda bir-iki ölkə var da. Yəni bu qeyd olunan əgər bazardan söhbət gedirsə, onların standartlarını öyrənmək, artıq onların o davranışına uyğun, onların istədiyi məhsulları tələb təklifə uyğun olaraq ortaya çıxartmaq. Bu artıq yeni, görürsüz, yeni tələblər, yeni fikirlər formalaşdırır ki, bu sevindirici halda öz-özlüyündə. Bir məsələni də deyim ki, logistika ilə bağlı, eyni zamanda bu tip forumlarda iştirak edərkən biz Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik Orta Biznesin İnkişaf Agentliyi və Aspromoya da xüsusi qeyd etmək istəyirəm ki, onlar bizdən davamlı olaraq əməkdaşlıqdadırlar. Məsəl üçün deyə bilərsiniz ki, nədən ibarətdir bu? Məsələn, Kobiya sahibkarların seçilməsində və bunların ora hansı uyğun sahibkarların göndərilməsində bizə ciddi dəstək verdilər. Mən fürsətdən istifadə edərək oranın rəhbərliyinə və komandasına təşəkkür edirəm. Aspromonun fəaliyyəti isə indi bilirsiniz yeni fərmanla bu iki qurum birləşəcək, daha təkmil, daha çevik bir idarəetmə olacağına biz də inanırıq. Aspromo isə bütün iştirakçı şirkətlər ki, hansı ki ora məhsul göndərirlər, onların logistikasını və eyni zamanda pavilyonda tutduqları yer xərclərinin 50%-ni qarşılayırlar. Bu sahibkar üçün böyük bir stimuldur inanırıq və bu biz indi danışıqlar aparırıq ki, necə deyək ki, məsələn ixracda bizim konfederasiyanın 15-ə yaxın komissiyası var və bu komissiyalarda da davamlı olaraq müxtəlif sektorun, müxtəlif sahələrin müzakirə olunur. Əgər sırf bu mövzudan danışırıqsa, burada ixrac
potensialının artırılması ilə bağlı ixrac şirkətlərinin ixracın stimullaşdırılmasına dəstək mexanizmlərinin daha da artırılması üzərində fikirləşirik. Burada bir neçə təcrübələr var. Məsələn, Cənubi Koreya təcrübəsi var, Türkiyə, Almaniya təcrübəsi var ki, məsələn, tutalım ixrac çox böyük həcmdə ixrac edən şirkətlərə müəyyən vergidən azad olma kimi dəstəklər versinlər və yaxud da tutalım ixracla bağlı əgər uzaq məsafə bazarlara ixrac edirsə, o logistikaya dəstək mexanizmlərinin üzərində fikir mübadilələri aparırıq. Bunlar hamısı nə üçündür ki, nəticə etibarilə dediyim kimi bu bir şirkət uzaq bazara ixrac edərkən tək məhsulun maya dəyərini düşünmür, həm də bunun logistika xərclərini də düşünməlidir. Düz Azərbaycan logistikaya kifayət qədər investisiya edib, qeyri-neft qaz sektorunda deyərim ki, ən böyük investisiyalarından biri həm Orta Koridor, həm Şimal-Cənub dəhlizi, Bakı-Tbilisi-Qarsdan bağlı bilirsiniz, Gürcüstan istiqamətində genişləndirməyə də 770 milyondan çox investisiya qoyuldu və 2025-ci ildə artıq o istiqamətdə bir 5 milyon tona yaxın ixrac var, məhsul daşınması var və bu məhsul daşınması o deməkdir ki, bizim şirkətlər də gələcəkdə bu koridorlardan istifadə edə bilər. Bu Şimal-Cənub dəhlizinin isə tam dəmir yollaşması başa gəldikdən sonra mən inanıram ki, bu Bəndər Abbas vasitəsilə qeyd olunan bazarlara biz daha tez çıxa biləcəyik. Daha tez çıxacaqsa bu daha tez və qısa yoldan çıxmaq dayanıqlılığı təmin edir. Dayanıqlılığı da təmin edəcək digər meyarlar isə ölkədə həyata keçirilən qeyri-neft qaz sektorunda aqrosektor bütün vergilərdən azaddır. Bu özü də sektorun son illər stimullaşmasına və inkişafına təşviq verir. Burada Kənd Təsərrüfatı Nazirliyinin də fəaliyyətini qeyd etmək lazımdır. Çünki onların bu Kənd Təsərrüfatı İnkişaf Agentliyinin subsidiya mexanizmləri də son ötən illər ərzində həm təkmilləşdi, həm şəffaflaşdı, həm də daha operativ, çevik şəkildə həyata keçirildi. Bu özü də sevindirici haldır ki, biz baxırıq ki, bizim aqrosektorda çalışan şirkətlərimiz artıq belə deyək, yaxşı mənada həm işə götürən kimi işçilərin sayını artırırlar, həm də istehsalı artırır ki, bu da gələcək üçün ixrac potensialına böyük ümidlər verir. Ümumiyyətlə sertifikatlaşdırma prosesi çətindir ərəb ölkələrinə məhsul ixrac edərkən. Kimin təcrübəsi varsa o danışa bilər. Demək belə deyim də, ixracla bağlı sertifikatlaşmada Azərbaycandan ixrac olunarkən müəyyən prosedur qaydalar var ki, qida təhlükəsizliyi, əgər qidaların ixracından söhbət gedir, burada Qida Təhlükəsizliyi Agentliyinin belə deyək, onun yanaşması var və o prosedurlara uyğun keçidləri keçirdikdən sonra gömrükdən mallarımızı keçirdə bilirik. Səudiyyə Ərəbistanından qəbulla bağlı isə idxalla bağlı biz ilkin araşdırmalar aparmışıq. Azərbaycanın idxalda qoyduğu tələblərlə Səudiyyə Ərəbistanının idxalda qoyduğu tələblər arasında məhsullara qoyduğu tələblərlə bir ciddi bir fərqlər yoxdur. Yəni Azərbaycanda aqrosektorda və yaxud da deyək sənayedə qida məhsulu istehsal edərkən bütün o tələb olunan prosedurlardan keçərək istehsal olunan məhsulların Səudiyyə bazarında tanıdılması, satışı kifayət qədər standartlarına artıq çatırıq biz. Yəni orada bir ciddi bir fərqlər yoxdur. Azərbaycan bazarında bu tələb yoxdur, amma Səudiyyə bazarında böyük bir tələb var. Var xırda nüanslar, amma onları həlli mümkün olmayan nüanslar deyil. Yəni o bazar ümumiyyətlə halal bazar adı altında tanınır da daha çox, düzdür? Yox, forum halal forumdur. Forumun fəlsəfəsi gəlir, biz dünyanın ən böyük halal forumu Londonda keçirilir və halal institutlaşma da əsasən London institutlarıdır və eyni zamanda da bu İslam ölkələri də bu işdə təşviq edir. Bu artıq bir şey də deyim ki, bu halal satış, halal ümumiyyətlə sertifikatlaşma, halal istehsal artıq İslam coğrafiyası məhfumundan çıxmışdır. Yəni halal məhsul istehsalında çox məhfumlar girir. Məsələn, tutalım bir şey qeyd edim. Tutalım pambıq istehsalında deyə bilərsiniz ki, bu pambıq lifinin istehsalıdır. Pambıqçılıqda nə halal? Məsələn, tutalım prosedur bundan ibarətdir ki, əgər pambıqçılıqda uşaq əməyindən istifadə olunubsa, bu artıq halal istehsal hesab olunmur. Bu görürsünüz nəyi təşviq edir? Artıq əməyin ədalətli bölünməsi məsələsi ortaya çıxır. Bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsi məsələləri çıxır ki, əgər istəyirsənsə ölkədə halal deyək tekstil sənayesini inkişaf etdirəsən, artıq tekstillə də daxil olur bu məsələ. Yəni tək halal dediyimiz zaman biz ancaq qidadan düşünmüşük. Haqqın qorunması da. Amma bu artıq hüquqların qorunması, haqqın qorunması məsələləri ortaya girdiyinə görə halal fəlsəfə ilə yanaşılıb Məkkədə bu forumun adına halal forum qoyublar. Amma məsələn biz orada tutalım bizdən bir şirkət getdi. Azərbaycanda bu yaxınlarda Sənaye İstehsalçıları Assosiasiyası yaxşı bir platforma təqdim edib. MyLift platformasıdır ki, bu bütün ölkədə olan liftlərlə bağlıdır. Burada bir prosedur olacaq ki, deyək vətəndaş liftə daxil olarkən QR koddan istifadə edərək liftin ən son nə vaxt təmirdən keçdiyini, təmir zamanı hansı qüsurların olduğunu barədə tanış olacaq və bunun növbəti yoxlaması və yaxud da təmiz qaydalara əməl olunması prosedurunun növbəti vaxtına nə qədər qaldığını görəcək. Əgər vaxt keçibsə, o bu barədə sadəcə bir knopka basmaqla, deyək, app üzərindən
bu məlumatı həm o lifti idarə edən sahibkara və eyni zamanda da bununla bağlı məhsul Maraqlıdır. quruma məlumat göndərə biləcək. Hə, bu yaxşı bir platformadır və biz bunu bu forumda təqdim etdik. Bunun təqdim etməsini keçirdik. Maraqlı odur ki, yəni necə bizim digər o asan xidmət kimi və bəzi ölkələrdə maraq doğurdur ki, bu maliyyə platforması da bu belə inkişaf etmiş ölkələrdə, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdə də maraq doğurur. Yəni bu problem, bu lift problemi sadəcə bizim ölkə üçün aktual deyil də, belə başa. Təbii, Dünyada təbii. bəyənilibsə deməli Ümumiyyətlə biz lift indi mövzumuzu biraz da kənarlaşdıracağıq və misal üçün deyək, yəni halalla bağlı deyəndə, yəni görürsüz, düşünə bilərsiniz ki, lift sənayesində nə halal məsələ bu, niyə orada iştirak edir? Amma biz məsələn müraciət edəndə qeyd edəndə ki, əgər standartlar, dünya standartları insan rifahının yaxşılaşmasına, hüquqlarının qorunmasına, insan həyatının qorunması, həyat fəaliyyətinin yaxşı sağlamlığı, fiziki sağlamlıqdan tutmuş hamısına xidmət edirsə, bu artıq halal sənaye deməkdir. Halal idarə etmə deməkdir. Və artıq yəni gördüyünüz kimi artıq halal qidadan halal fəlsəfə çıxıb. Yəni ona görə də bu daha çox qərb ölkələrində də bu istənir. Artıq tələbatınla da bu sorğular da göstərir ki, biz baxırıq Avropa və digər ölkələrdə də inkişaf etmiş ölkələrdə sorğular göstərir ki, insanlar halal nə üçün istəyirlər? Düşünürlər ki, orada bütün hüquqlar hamısı A-dan Z-yə qorunmuşdur. Yəni bu sonsuz bir prosesdir, inkişaf etdirilə biləcək bir prosesdir. Və ona görə forumun adını belə qoymuşlar. Amma bazarda əsasən bütün növ deyək ki, həm qida, həm sənaye, həm qeyd edim idarə etməklə bağlı bütün o şirkətlər öz məhsullarını təqdim edə bilərlər. Yəni idarə etməklə də bağlı halal anlayışı var nəsə. Biz bu biraz daha yaxşı olar ki, bununla bağlı bizim bu halal idarə etmə, halal ümumiyyətlə menecmentlə bağlı çox mütəxəssislər daha yaxşı. Amma var da belə anlayış. Birmənalı olaraq bəli, biz indi bu forumda forum sərgi hissəsindən şirkətlər danışır da. Biz burada İslam Ticarət və Sənaye Palatasının idarə heyətində 17 ölkə var. Bu 57 ölkədən Azərbaycan Sahibkarlar Konfederasiyası da Azərbaycan biznesini orada təmsil edir. Orada biz bu forum çərçivəsində 4 panel dinləmələrdə, görüşlərdə iştirak elədik və bu panellərdə hamısında belə deyək, Pakistandan, İngiltərədən, Amerikadan, Avropa ölkələrindən və eyni zamanda İslam ölkələrindən gəlmiş halal fəlsəfə ilə bağlı, ümumiyyətlə halal yanaşma, bütün proseslərə halal yanaşma ilə bağlı müzakirələr qoyulurdu. Onların içərisində qeyd etdiyiniz kimi bu idarə etmə məsələləri də qoyulurdu. Bəli, əgər işçinin 8 saatlıq iş hüququ varsa, siz bunu əgər məsələn araşdırma aparıb görürsünüz, 8 saat sənəd üzərindədir, amma bu adam 12 saat işlədirsə, artıq aydın məsələdir ki, halal baxışı ilə baxdıqda bunun hüquqları pozulursa, deməli halal burada bu şirkətdə halal idarə etmə, necə deyirlər, prosedurlarına əməl olunmur. Yəni bu cür yanaşılır, ekspertlər bu cür yanaşır məsələyə. Aydındır. Sahibkarlarımız Ramin bəy və Mədinə xanım həm də rəqib sayılırlar. Düzdür, siz eyni sektordasınız. Partnyor deyək. Amma həm də rəqib. Rəqabət düşündükcə vizyon kiçilir. Biz artıq iç bazarda baxmış oluruq. Amma partnyor baxdıqda, yaradıcı düşündükdə biz daha dünyaya baxmış oluruq. Yəni biz birlikdə Amma hər ikiniz təcrübələrimizi daha çox bölüşdükdə bazar payı götürmək istəyirsiniz. Düzdür? dünyadan bəli. Bəs ölkədə necə? Ölkədə bölüşürük, bizim öhdəliyimiz var. İnsanlara meyvə-tərəvəz məhsullarının təminatında bir rol oynamaqdır. Nə gözəl çiyin-çiyinə rol oynayır. Ramin bəy, belə düşünərək sizcə sektoru daha çox böyütmək olar, yoxsa rəqabətə girərək? Təbii ki, Azərbaycan 10 milyon əhalisi var. Biz rəqabət edərək 10 milyon əhalilik bir bazarda nə qədər böyüyə bilərik ki? Amma partnyor olaraq yaradıcı düşüncə ilə dünya bazarına baxaraq kifayət qədər çox böyüyə bilərik. Azərbaycan məhsullarını dünyada təqdim edə bilərik. Onda bəs niyə şirkətlər rəqabət aparır bir-biri ilə? Oyanmamış şirkətlər aparır deyərdim. Oyanan şirkətlər artıq partnyor anlayışındadır. Nə bilim, siz də belə düşünürsüz? Tam olaraq dəstəkləyirəm, bəli. Belə deyək də, sırf öz praktikama, təcrübəmə də dayanaraq deyə bilərəm ki, rəqabət aparanda bəzən hər iki şirkət də uduza bilir. Amma partnyorluq, dostluq yolu ilə gedəndə bəzən bir-birinə dəstək olaraq, bəzən belə deyək də, bir-birinə hətta bəzi paslar ötürərək belə deyərək. Ən yaxşı aqronomunuz çıxıb getsə, onda da dost və partnyor qalacaqsınız rəqib şirkətə. Mənim aqronomik hansısa bir problemim olsa, mən çəkinmədən zəng eləyib Ramin bəydən dəstək istəyə bilərəm ki, bəlkə sizin də aqronomunuz gəlib bizə bir baxış keçirib məsləhət verə bilər. Çox rahat, çox təbii. Ziya bəy, siz nə düşünürsünüz? Mən inana bilmirəm mən danışılanlara. Çünki reallıqda başqa cür olur. Meyvə-tərəvəzdir. Əsas güc ixracdadır. Biz bu cür ola bilər, yəni buradan baxırıq. Hə, sizin sektorda yanaşma budur, hamı dostdur. Sektorda deyil, bu hər sektorda hər şirkətin yanaşması vizyonu bu ola bilər. Yəni mən şəxsi düşüncəmdir ki, rəqabət düşüncəsi vizyonu kiçildir. Yaradıcı düşüncə vizyonu böyüdür. Qlobalda baxsanız, Apple-ın çöküş dövründə Apple-ın xilaskarı Microsoft olur. Niyə? Çünki rəqabət edəcəyi başqa adam yoxdur. O da çöküşə getdiyi zaman onu bilir. Rəqabət edəcəyi. Rəqabət edəcəyi nədir? Yəni partnyor çiyin-çiyinə davam edəcəkləri. Yəni rəqabət dediyimiz, yəni biz onu biraz partnyor və yaradıcı düşüncəyə çeviririk.
Yəni Baxın, demək istədiyimiz rəqabət odur. deyildikdə həm də bəzi belə bir məsələlər var da. Biz rəqabəti nədə apara bilərik, necə apara bilərik? Bu il misal gətirirəm, belə bir elementar misal. Biz hansısa bir növ almanı istehsal eləyirik, Ramvəg ildə həmin almanı istehsal eləyir. Bu il mən baxıram bazarda açıq-aydın ki, Ramvəgin istehsal elədiyi alma mənimkindən daha keyfiyyətlidir. Yəni, okey, demək ki, mənim burada böyüməyə bir yerim var. Mən burada hər hansısa bir boşluq buraxmışam. Bəli, mən burada bir məsləhət də eləyə bilərəm. Artıq növbəti il üçün düşünəcəm ki, mən burada hansı tədbirləri görə bilərəm ki, bunun keyfiyyətini daha da artırım və yaxşı bir nöqtəyə gətirim. Bilirsiniz, bizim ölkənin bəlli bir tələbatı var və o tələbatı qarşılamaq belə əslində çox belə bir qəliz bir məsələ deyil. Məsələ orada artıq həmin tələbatı mümkün olan ən yaxşı, ən üst səviyyədə, ən keyfiyyətli səviyyədə qarşılamaqdır. Yəni ilkin olaraq bizim daxili tələbatın, daxili ölkənin daxili tələbatını ən yüksək məhsulla qarşılamaqdır artıq. Hə, rəqabət, bunu rəqabət adlandırırıqsa, bəli, bu nöqteyi nəzərdən belə baxmaq olar. İndi siz öz aranızda yəni bilirsiniz də kim daha çox bazar payı sahibidir, kim dövriyyəsi daha çoxdur, təbii kim olur. siz belə başa düşürəm? Xeyr. Mədinə xanım, bəs siz məsələn sizdən daha az dövriyyəsi olan şirkətlərlə sizə maraqlı olur rəqabət aparmaq? Daha böyüklərə baxırsınız və ambisiyalarınızı da ona uyğun müəyyən edirsiniz. Mən sizə səmimi deyim, təbii ki, əgər biz bunu satış həcmlərindən, dövriyyədən danışırıqsa, kiçi ilə müqayisə etməyin mənası qalmır. Amma belə bir məsələ var ki, hər hansısa, hətta bazara çox yeni girən bir şirkət, bir ildir bazarda olan hər hansı bir şirkət, bir işin üstünə daha çox fokuslana bilər. Bazarda çoxdan olub, illərlə bazarda olan şirkətlərin ən böyük mənfi tərəflərindən biri odur ki, bir arxayınçılıq yaranır. Və hər hansısa kiçik bir şirkət bazara girəndə o bir növ sən bəlkə bir 50 növ meyvə istehsal edirsən, amma bir növ meyvə istehsal edir. Amma bir növ meyvənin üstünə o qədər fokuslanır, o qədər belə deyə onun nazı ilə oynayır, hər işinə diqqətlə yetirir ki, və bir nöqtədə sən onu ciddiyə almasan, başa düşə bilərsən ki, o səni ötüb keçib. Yəni bu məsələlər var və mən düşünürəm ki, hər oyunçunu ciddiyə almaq lazımdır. Bir də sözünün qüvvəsi şirkətin müqayisəsi ancaq dövriyyə ilə deyil də, istiqamət, sürət, sistemləşmə, müddət, bunlar hamısı faktorlardır. Nə qədər hansı tərəfdən baxırsan. Məsələn, sizcə siz nədə daha üstünsüz? Biz sistemləşmədə daha, yəni bizim biraz baxışımız daha yeniliksiz sistemləşmə baxışındadır. Biz Nərmin xanım dediyi kimi biz yeni başlamışıq, belə deyək, müddət olaraq baxsaq ən azı bir 3 dövr daha yeniyik müddət olaraq, amma bizim baxışımız biraz daha sistemləşmədir. Bununla bağlı deyə bilərəm ki, mən Azərbaycandan əlavə Piterdə, Dubayda, Rusiyada, Avropada meyvə-tərəvəz bazarı, hansı ölkəyə getsək ora mütləq meyvə-tərəvəz bazarına daxil oluruq. Biz onların hamısında Çinin özündə belə texnologiya dünyaya Çindən yayılıb, amma adamlar orada dəftər qələmlə çalışırlar. Biz bugün Azərbaycanda Gəncədə, Mingəçevirdə, Şəmkirdə filiallarımızda belə əl terminalı ilə satış edirik. Yəni mollarda bildiyiniz kimi məhsulun üzərinə qiymət qoyuruq və həmin terminalla satış edib çek veririk və ofisdən oturub hansı ambarda, hansı məhsuldan neçə günlük satışımız qədər var və hansı sürətlə gedir izləyə bilirik. Bu başqa dünya başqa bazarlarında belə yoxdur. Biz sistemləşmə tərəfində baxırıq. Amma Mədinə xanım dediyi kimi onların istehsal etdiyi almanı biz onlardan alıb satmağımız var. Yəni nəticədə elə gözəl alma istehsal edirlər ki, biz onlardan alıb satışına yetiririk. Ona görə rəqabətimiz yoxdur. Partnyorluğumuz var. Siz bir-birinizlə doğrudan da partnyorluq edirsiniz. Bəli. Aydın deyirəm axı, çünki ikisi də əgər eyni istehsalatla məşğuldursa, Yenə də rəqabət partnyorluq. olmalıdır. Biz də istehsalçı, biz yerkökü istehsal edirik. Yəni yenə də partnyorluq. Nəticədə hədəfimiz öz bazarımız deyil. Dünya bazarıdırsa biz necə rəqabət edə bilərik ki? Biz gərək o qədər böyüyək ki, dünyadakı payın 60%-ni götürək ki, biz 60-ın 40-a da rəqabət aparaq. Yəni biz ikimiz də dünya bazarında nə qədər pay götürməliyik ki, biz rəqabətə çataq. Yaxşı, Allah eləsin çataq ora. İnandıq sizə Rəmin bəy. Yəqin ki, meyvə-tərəvəzlə bağlı hər il eyni məhsul, eyni qədər satış gətirmir də, düzdür? Bu il ola bilər ki, hansısa məhsul daha dominantdır, daha çox gəlir. Məsələn, bu il necə oldu vəziyyət? Sizdən başlayaq. Bilirsiniz, ümumiyyətlə mən belə də öz şəxsi təcrübəmdən deyəcəm. Mən aqrar sektora keçəndə məni ən çox təəccübləndirən məhz qiymət siyasəti oldu. Çünki qiymətin ilk öncə ümumiyyətlə qiymətin necə tənzimlədiyini bir uzun müddət başa düşə bilmirdim. Çünki tam olaraq bazarın bugünkü durumu, bura istər belə deyək də hava durumu olsun, istər belə deyək də hər hansısa bir coğrafi, siyasi vəziyyətlərdən bu qiymət gündəlik şəkildə oynaya bilir. Və burada artıq tam olaraq bazarın içində olmalısan, daimi gündəlik ki, qiymət nəbzini tuta biləsən. Bu yəni nə birja deyil, nə standartlaşdırılmış bir paketlənmiş məhsul
məhsul deyil. Bu il belə deyək də, misal çəkə biləcəyim təəccüblü hallardan biri oldu ki, bu il Türkiyə bazarında almada qıtlıq oldu. Ki bu tarixən görülməyən bir şeydir. Bu il bizim ixracımızın ciddi bir payı Türkiyə bazarına getdi. Ki bu artıq bizim Türk qardaşlarımızın özünə belə təəccüblü gəldi. Hətta belə deyərdim, biz Arafatyana deyərdim ki, bir nöqtədə özlərində belə qıcıq yaratdılar ki, necə oldu ki, bəs bizdə bu alma çatışmazlığı oldu, biz sizə müraciət etdik. Yəni məsəl üçün bu ilin misalını çəksəm, bu təcrübəni yaşamışıq. Bəli, sözün qüvvəsi meyvə-tərəvəz yeganə sektorlardandır ki, alış qiyməti ilə satış qiymətinin heç bir əlaqəsi yoxdur. Yəni satış qiyməti məhsulun alış qiymətinə bağlı deyil. Bazarın bolluğu və qıtlığına deyək. Bayaq dediyimiz kimi məhsulun keyfiyyəti və qiyməti, yəni dəyəri və qiyməti anlayışı var. Yəni məhsulun alış qiyməti ilə satışın heç bir aidiyyəti yoxdur. Yəni maya dəyəri çox az ola bilər, amma tələb varsa baha satılacaq, maya dəyəri çox yüksək ola bilər, tələb yoxdursa çox aşağı satıla bilər. Yəni bu gün məhsul var ki, biz hətta ixal eyni zamanda hər ikimiz ixalçı şirkətik. Bu məhsulu ixal ediriksə Azərbaycana deyək ki, bu məhsulun maya dəyəri 2 manat 50 qəpik olduğu halda 80 qəpiyə satmağa məcbur qala bilirik və satırıq da. Onda siz baxırsınız ki, hansı sahədə istehsal az, onu necə əvvəlcədən doğrudan bilmiyorum, proqnozlaşdırırsınız yoxsa necə? İxalı mı? Yox, məsələn baxırsınız ki, hansı sahədə qıtlıq olacaq, onu necə əvvəlcədən proqnozlaşdırmaq olar? Onu ancaq bazarı gündəlik, xanım dediyi kimi, bazarın içərisində gündəlik müşahidə ilə təxmin edə bilərik ki, yağış yağırsa, deməli yer kökünü torpaqdan çıxara bilməyəcəklər, qıtlıq olacaq və ya külək əsirsə o olacaq, bu olacaq. Yəni bazarın özünə məxsus davranışları var. Təbii ki, bəzi proqnozlaşdırmalar apara bilirik. Belə deyək də ki, bu hal-hazırda məsəl üçün o dövrə artıq giririk. Ağacların çiçəklənmə dövründə başa düşə bilirik. Hər hansısa bir proqnozlar, ehtimallar verə bilirik, amma o belə 100%li proqnoz deyil. Çünki dəfələrlə rastlaşmışıq. Aprel ayında dolu gəlir. Artıq o çiçəklənmə dövründə verdiyiniz proqnoz qalır bir yana və başqa bir reallıqla üzləşirsiniz. Bugün Türkiyənin yaşadığı oldu. Yəni Türkiyə tək almada deyil, elə heyvanı, xurmanı Türkiyə özü ixrac edirdi. Bugün Azərbaycandan aldı, ixrac etdi. Bəzi bazarlar var ki, ora Türkiyənin çıxışı var, Azərbaycanın çıxışı yoxdur. Azərbaycandan gəldi, heyva aldı, başqa bazarlara ixrac etdi. Alma aldı, başqa bazarlara ixrac etdi. Çox maraqlıdır bu sahə doğrudan da. Ziya bəy, istəyirəm ki, sonda ola bilər ki, bizi dinləyən sahibkarlardan da kimsə növbəti dəfə bu foruma qoşulmaq istəyir və o da ixracla məşğul olmaq istəyir. Həmin insanlara dövlət tərəfindən sahibkarlara hansı dəstək olur? O haqqda məlumat verəsiniz. Çox sağ olun xanım. İlk növbədə onu deyim ki, bu rəqabət məsələsi ilə bağlı biraz danışdıq. Bu kifayət qədər uzun məsələdir. Azərbaycanda rəqabət məsələsinin müzakirəsi 10 ildən çox vaxt apardı və bilirsiniz ki, nəhayət ki, qəbul olundu. Söhbət rəqabətdə indi bu şirkətlər partnyor ola bilər, amma şəffaf və azad rəqabət dövlətin də marağındadır və Azərbaycan Respublikası Prezidenti yanında anti-inhisar və istehlak bazarlarına nəzarət dövlət agentliyi var ki, bu məcəllənin icra mexanizmlərini nəzarət edir ki, bu şirkətlər arasında rəqabət şəffaf olsun. Yəni rəqabət qaçılmazdır. Sadəcə ağıllı, belə deyək, hüquqları qorunan rəqabət. Və bundan da bağlı məcəllərimizdə işləyir. Belə deyək, məsələyə gəldikdə isə Azərbaycan Sahibkarlar və İşə Götürənlər Milli Təşkilatları Konfederasiyası 10 beynəlxalq təşkilatda Azərbaycan biznesini təmsil edir. Bunlar ən böyüyü isə dediyim kimi bu İslam Ticarət Sənaye Palatası da, yəni bu Türk Ticarət və Sənaye Palatası da yaradılıb, bilirsiniz. Bu keçənləri konfederasiyamız o quruma da rəhbərlik elədi palataya və bizim rəhbərimiz dövründə Macarıstan və Şimali Kipirdə üzv oldu, tam hüquqlu üzvümüz oldu və bu palatalarla da bağlı biz bu palatalarında keçirdiyi forumlarda da öz sahibkarlarımızı dəvət edirik iştiraka. Halal forum artıq 3-cüdür, Məkkədə keçirilir, amma bizim dediyimiz kimi bizim konsentrasiya olduğumuz əsas mərkəzlər İslam ölkələri, Pakistan, Hindistan bazarı, eyni zamanda Çin bazarıdır. Bizim üçün maraqlıdır Azərbaycan məhsullarının ora dayanıqlı ixracı. Bununla bağlı biz dövlət özəl dialoqunu davamlı olaraq aparırıq və şirkətlərimizi də səsləyirik ki, bizim sosial şəbəkə səhifələrimizdə davamlı olaraq harada hansı forumlar keçirilir, biz bu məlumatları veririk. Amma əsas gördüyümüz, dediyim kimi, artıq Azərbaycan məhsullarını tanıyan bazarlar var, bir də var yeni bazarlar ki, o bazarlarda həm bizim şirkətlərin özlərinin ixrac potensialı ilə bağlı onların o davranış qaydaları həmin ora, o bazarlara uyğunlaşmağa başlayacaq ki, bu sevindirici haldır. Digər məsələ isə diversifikasiya olunmuş bazarlar həmişə maraqlıdır. Biz daxili istehsalı qorumaqla, həm ixal məsələləri ilə bağlı nə qədər çox istehsal etsək, biz ixaldan asılılığımızı azaltmış olacağıq və eyni zamanda da ixrac edəcəyimiz təqdirdə ölkəyə valyuta axınını təmin etmiş olacağıq ki, bu da qeyri-neft qaz sektorunun inkişaf prioritetlərindən əsaslarından biridir ki, biz yalnız bununla dayanıqlı iqtisadiyyatı qura bilərik. Forumlar çoxdur, il ərzində çox forumlar keçirilir. Dediyim kimi, sosial şəbəkə səhifələrimizdə paylaşılır. Azərbaycan Sahibkarlar Konfederasiyası ilə sahibkarlar əlaqə saxlaya bilərlər və biz davamlı dəstəyimizi
əməklərimizi dövlət qurumları ilə birlikdə veririk. Təşəkkür edirəm gəldiyinizə görə. Çox xoş oldu sizinlə həmsöhbət olmaq. Bu gün biz Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti və 3-cü Məkkə Halal Forumunda iştirak edən sahibkarlarla danışırdıq. Həmsöhbətim isə ASEK-nın baş katibi Ziya Hacılı, sahibkarlar Ramin Qəhrəmanov və Mədinə Heybətzadə oldu. Dinlədiyinizə görə çox sağ olun. Əgər müzakirəmizi əvvəldən eşitmək sizdə alınmadısa, təklif edirəm ki, axşam saat 8-də yenidən efrimizin təkrarı olacaq, elə 90 FM-də və bizi bir daha oradan da dinləyə bilərsiniz.